Hər kəsi salamlayıram yeni efirimizdə. Bugünkü doktorumuz çox hörmət etdiyim daxili xəstəliklər üzrə mütəxəssis və burada çox az tapırıq. Əsasən Almaniyada işləyir və tapmışkən də onu buraxmayıb belə sizə təqdim edib bir sıra maarifləndirici məlumatları vermək istədiyim bir doktorum Nahid Məhərrəmlidir. Xoş gördük Nahid doktor. Hoş gördük Sayın Şahan. Siz de bizim için çok değerlisiniz. Teşekkür ederim. Büyükçü bu kiçik efirimiz daha marifli olsun. İnsanlar için bir faydalı olsun. Amin, amin. Nahid doktor, ən çox aktual mövzu olan nədən sizinlə danışmaq istəyirəm. Bugünkü gündə bəlkə daha öncələr bu qədər aktual değildi, amma bugünkü gün çox aktualdır. Hər kəs artıq baxırsan ki, daha çox maraqlanır öz qan dəyərlərindən. Vitamin əksikliğimiz varmı? Mənim anemiyam varmı? Bu buna mı bağlıdır, yoxsa yox? Bəzən özləri hansısa vitaminləri qəbul edirlər, bəzən özləri hansısa müalicəni qəbul edirlər. Bax, bizim qan dəyərimiz, qandakı vitamin əksikliyi və yaxud anemiyamız nə qədər bizim üçün önəmlidir və bize ne kimi problemler yaratabilir? İlk önce bir başlığı olarak onu. Çok güzel bir mevzudu ve bu mevzunu birlikte paylaştığımız için ben bir daha rahatam sizinle. Aslında insanların maraqlanması, bu mariflik derecesinin artması demektir hazırda. Bu çok hoş, güzel bir şeydi ama dərmanlara özləri qəbul etməsi heç yaxşı bir əlamət deyil, xoş əlamət deyil və biz hətta siz özünüzlə, biz özümüzlə rastlaşırıq ki, bəzən dərmanların çox qəbulu nəticəsində yaranan əlamətlərlə insanlar özlərini narahat hiss edirlər və bizə yaxınlaşırlar. Amma bu heç yol verilməzdir. Yaxşı olardı ki, insanlar analizlərə baxın, qan dəyərlərinə baxın, uyğun bir həkimə yaxınlaşır və doğru bir müalicəni alsınlar. Biz bugün sizin də söylədiyiniz kimi əsasən qan azlığına danışacağıq. Qan azlığı, anemiya bildiğimiz qan azlığı adətən bir əlamətdir, hər hansı bir xəstəliyin bir əlamətidir. Amma biz bunu bir xəstəlik kimi təqdim edəcəyik ki, ən azından yəni insanlar bizi başa düşsünlər, sadə dildə deyəcəyik. Amma öncədən deyib ki, yəni bu bir əlamətdir, hansı bir xəstəlik əlamətidir. Adətən biz daha çox anemiya özünü necə buluza verir. Məsələn, pasiyentlər bu şəkildə rastlaşır ki, həkim mən yorğunam, mən halsızam, mən taqətsizəm, məndə ürək çarpıntıları olur. Mən yerindən sonra da halsız oluram bəzən yerindən sonra biraz özümü rahat hiss edirəm, amma bir müddət sonra yenə narahat oluram. Bəzən hərəkət zamanı tənk nəfəsliyib olur, əyilib qalxıram, baş dönməsi olur, baş gicələnməsi olur. Xanımlar, əsasən bəylər, cavan yaşlı insanlar, gənc insanlar daha çox saçın tökülür, dırnaqlarım qırılır. Bu şəkildə özünü narahat hiss edir. Bəzən konsentrasiya pozulduğu, yəni baş dönməsi, baş gicələnməsi, halsızlıq, yorğunluq dediyimiz kimi daha çox dizdən aşağı yorğun oluram. Dizlərim məni saxlamır, həkim bu şəkildə bilirlər. Qan azlığı məhz bu əlamətlərlə başlayır. Bu əlamətlər daha çox qan azlığına mənsubdur. Amma məlum məsələdir, başqa xəstəliklər də ola bilər və yaxud da ki, yanlış gedən digər xəstəliklərlə də rastlaşa bilir pasientlərdə. Eğer bu şikayətlər olduqda, amma bu şikayətlərin olması bir mənalı şəkildə qan azlığı olması demək deyil. Digər bir şikayətlər də ola bilər. Ona görə pasientlər yanlış anlamasın. Amma istənilən halda bu əlamətlər olduğu təqdirdə biz qan azlığının birinci şübhəli qan azlığından olmalıdır. Ondan sonra digər şikayətlərə nəzər sala bilərik. Hətta demagoloji şikayətlər də bir mənalı şəkildə bu əlamətlər yarada bilər. Siz bundan ciddi şəkildə məşğul olan mütəxəssissiniz, bunu bilirsiniz zaten. Amma istənilən halda qan dəyərlərinə baxdıqdan sonra bu qərar vermək daha məsləhət olardı. Biz daha çox bugün qan azlığına dəmir əksikliyindən rastlaşırıq, daha çox rastlaşdığımız bu qidalanmanın düzgün olmamasından rastlanır və yaxud da ki, xanımlarda menstrual siklinin pozulmasından, daha çox qanamanın olmasından, bəzən hər hansı bir əməliyyatdan sonra yaranan dəmir əksikliyi, qalxavari vəz problemlərindən dolayı ola bilər və bildiyimiz digər qanamalardan ola bilər, mədə-bağırsaq problemlərindən ola bilər, onkoloji şikayətlərdən ola bilər. Ona görə dəmir əksikliyi olan insanlar həmişə halsız ola bilirlər, yorğun ola bilirlər və yaddaşla bağlı problemlər də ola bilir. Bəzən nəysə hanı boyunluğu, belə bunu duram, nevroloji şikayətlərlə bəzən də yanlış anlaşıla bilir. Amma istənilən halda analizləri verdikdən sonra, təqib olunduqdan sonra məlum məsələdir ki, bu diaqnozlar vaxtında qoyuladır və insanlara vaxtında kömək etmiş ola bilirik.
və rastlaşdığımız bir də vitamin B12 əksikliyidir ki, bu özünü birbaşa nevroloji şikayətlərlə yanaşı göstərir. Məsələn, yorğun oluram, halsız oluram kimi bildirir və yaxud da ki, əlimdə, ayağımda bir keymələr var, bir narahatlıq var. Məsələn, əsasən əzələ ağrıları kimi özünü göstərə bilir. Bu şikayətlərdə məhz vitamin B12-yə bağlıdır. Sonra foy turşusu yetməzliyinə bağlı qanaatsızlıqlar vardır ki, bunlar da özünü bayaq söylədiyim əlamətlərlə göstərə bilir. Hətta bəzən özünü digər əlamətlərlə göstərir ki, insanlar da bunu bəzən ürək xəstəlikləri kimi özünü büruzə verir. Məsələn, təngi nəfəslik, halsızlıq, məsələn, hərəkət zamanı olma kimi özünü göstərə bilir bəzən. Və istənilən anemiyası olan insanlar özlərini digər bir xəstəliyin daşıyıcısı kimi hiss edirlər. Amma bu çox da ciddi bir şey deyil. Vaxtında müraciət olunduqda, zamanında müraciət olunduqda bu əlamətlər tam həll olunur. Altdan yatan hansı xəstəliyə bağlı anemiyadırsa, qan azlığıdırsa, bu şikayətlər tam çözülür və vaxtında həll olunduğu təqdirdə insan öz normal həyatına qayıda bilir. Və əsasən biz insanlar niyə bu şikayətlərdən əziyyət çəkirlər? Nədən buna görə narahat olurlar? Çünki bizim qırmızı qan hüceyrələrimiz ki var. Bu hüceyrələr adətən hemoqlobin yoluyla oksigeni toxumalara daşıyır. Yəni əgər qan azlığımız olduğu təqdirdə bizim oksigenimiz toxumaların oksigeni çatmır. Yəni səssiz ac olurlar hüceyrələr. Səssiz ac olduğu təqdirdə məlum məsələdir ki, ac olan hüceyrə həmçə narahat ola bilər və insan ona görə özünü narahat hiss edə bilər. Əgər hüceyrə acdırsa, yəni oksigen yetməsi, oksigen çatışmazlığı varsa, məlum məsələdir orada ürək rahat işləyə bilmir və beyin normal qida bilmir və üstəgələ əzələ ağrıları, əzələ narahatlıqlar olan ki, insan özünü halsız, taqətsiz hiss edə bilir. Ona görə mən düşünürəm ki, qan azlığı ciddi bir əlamət deyil, ciddi bir şikayət deyil, amma vaxtında müraciət edən insan üçün əlbəttə problemlərini tam həll edilməkdir. Amma bəzən özünüz rastlaşırsınız ki, insanlarımız amma indi maarifli dərəcəsi daha da artıq bizim xoş verdik. Amma insanlarımız hələ də məsələn qan azlığının yaratdığı əlamətlərlə yaşama məcburiyyətində ola bilir. Baş gicələnməklə, halsızlıqla, yorğunluqla mən belə yaranmışam, bu şəkildə dözə bilirlər. Və əsasən xanımlarımız, mən bunu çox rastlaşıram, yaxşı olardı ki, vaxtında müraciət olunsun və vaxtında da bu problemlər həll olunsun. Əlbəttə ki, çox vaxtı həyat tərzinə çevirirlər ki, yəni bu mən xarakterimdir, mən üşüyənəm, mən soyuqda çox giyinirəm. Yəni bunu altda yatan səbəbi araşdırmamaq da bir problemdir. Və bir də orada belə bir şey var. Biz dəmir əksikliyindən danışdıq. Bəzən olur ki, qan ümumi analizində və yaxud dəmirin analizində dəmirlər normal çıxır. Amma dəmirin deposu peritin əksik olur. Doğru. Əsasən ümumiyyətlə qan müalicəsində də biz deponu adətən deponu mütləq doldurmalıyıq. Çünki dəmir normal ola bilir və yaxud da ki, söylədiyiniz kimi hemoqlobin normal ola bilir. Qan ferlərində digər ciddi bir şeylər rastlaşmır, amma mütləq ferritinə baxmalıyıq və yaxud da ki, depolara tam baxmalıyıq, analizlərdə baxmalıyıq ki, biz onu doldura bilək və hətta mən çox yaxşı vurguladınız. Bəzən insanlar 2-3 həftəlik müalicə ala bilirlər ki, doğrusu müalicə aldıqdan sonra, 2 həftədən sonra özünü yaxşı hiss edildikdə hətta dərmanı dayandırırlar. Amma təəssüf ki, belə şeylər diqqətli olmaz. Çünki onda biz dəmir deposunu doldura bilmirik. Ən tez 3 aydan sonra dəmir deposu dola bilir ki, ondan da sonra müalicəni dayandırmaq olar. Əgər məqbul məsələdir, həkim qərar verirsə. Amma hətta biz ola bilir ki, depo dolduqdan sonra da belə biz müalicəni davam edə bilirik. Çünki təkrar qan azlığı yaranmasın deyə. Amma yenə vurguladığım kimi qan azlığı tək bizə əlamətlər göstərdiyinə baxmayaraq biz hansı səbəbdən yarandığını müalicə etmək məcburiyyətimiz var. O səbəbdən yarandığını müalicə etdiyimiz təqdirdə artıq depolarımız da normal ola bilir və dəmir əksikliğimiz də olunur, hemoqlobin əksikliğimiz də olunur və qan dəyəri də tam özünü normal göstərir.
Bəli. Anemiyaların fəsadları barəsində biz özümüz də nevroloji olaraq çox rastlaşırıq və daha çox hallarda məsələn B12 əksikliyi olur ki, B12 əksikliyində ayaqlarda, əllərdə uyuşmalar olur, keymələr olur və yaxud da ki, dəmir əksikliyində siz dediyiniz kimi insanlarda bir baş gicəllənmələri, bir düşünürlər ki, beyin qan dövranı pozulubdur və yaxud digər problemlərə bağlı. Amma qan analizində görürsən ki, dəmiri çox aşağıdır. Anksiyetik pozuntular burada baş qaldıra bilər. Gərginlik, qıcıqlanma bu şəkildə ola bilər. Və mən də həmişə deyirəm və bəzən olur ki, demək heç bir müayinə istənmədən mən sadəcə bu əlamətim var, buna görə bir dərman yaz. Mən onda bir sözüm olur ki, siz dərman yazdırmaq istəyirsinizsə, aptekə gedin, deyin ki, mənim baş gicəllənmə dərmanı ver, baş ağrı dərmanı ver və yaxud da ki, bir bu şey. Amma siz yanaşma istəyirsinizsə, professional bir yanaşma istəyirsinizsə, biz səbəbini tapmalıyıq, önə qoymalıyıq ki, bu səbəbdən, çünki bizim işimiz diaqnozdur. Mən bütün reseptlərimin üstündə həmişə diaqnozu yazıram. O diaqnoz olmalıdır və yaxud da hansısa bir müalicələr götürübsə pasient, məndən sonra başqa həkimə də gedə bilər, başqa həkimdən də sonra mənə gələ bilər və mənim haqqımdır bilmək ki, həkim buna hansı diaqnoz qoyub və nə ilə müalicə alıb indiyə qədər. Ona görə də onu da nəzərə alaraq ki, bu pasient məndən sonra da başqa bir həkimə gedə bilər. Və həkim də bilməlidir ki, mən hansı müalicəni aparmışam, nə diaqnozu qoymuşam. Bəlkə yanlış bir diaqnoz qoymuşam. Yəni o həkimə görə yanlış da ola bilər və onu biz göstərməliyik. Bunu da göstərmək üçün bizim əlimizdə əsas olmalıdır. Nəyi müalicə edirik biz? Ona görə yəni bu səbəblər bizdə də çox rast gəlir. Əlbəttə, çox rast gəlir, amma mən düşünürəm ki, bizdə sistemi daha yaxşı işləyəcək və düzdür, yəni getdikcə daha da irəliləyiş var və sistem daha rahat işlədiyi təqdirdə hamı, məsələn, tutaq ki, Səvət Şamın yanından gələn xəstənin başqa bir mərkəz öz sistemində onun rahat bir şəkildə analizləri və yaxud da diaqnozu gördüyü təqdirdə ümid edirəm ki, nə bizlər, nə də pasientlər də ciddi əziyyət çəkməyəcək. Amma biz bugün buna məcburuq. Reseptin üstünə diaqnozu yazmaq məcburiyyətimiz olur bəzən analizin mütləq xəstənin daşımasına məcburiyyət veririk ki, məsələn, analizləri daşıyıb gətirdiniz, görək və ya da hansı mərkəz olursansa, biz onu mərkəz olan sistemi görə bilmirik. Amma ümid edirəm ki, sığorta buna artıq işləyir və icbari sığortadan söhbət gedir. Və bir zaman sonra, ən tez bir zamanda biz digər mərkəzdə olan müayinələri rahatlıqla öz mərkəzimizdə də görə bilirik və bunun özəl və ya dövlət olduğuna baxmayaraq, onda daha rahat bir şəkildə həm pasientlərə yaxşı xidmət etmiş ola bilirik, doğru xidmət etmiş ola bilir və yaxud da pasientlər özü əlavə və ya da yanlış bir yönəlməmiş ola bilər. Çünki içimizdəki bizim həqiqətən pasientləri doğru yola yönəltmək və doğru müalicə və müayinəni etməkdir. Amma nə yazıq ki, bəzən biz bunu hansısa sistemin doğru çalışmaması nəticəsində və yaxud da ki, insanlara, məsələn, pasientin həkimi doğru başa düşməməsi nəticəsində, özəl mərkəzdə valideynlə bağlı olan problemin nəticəsində biz nəyisə hansısa kağızın üzərində yazmaq məcburiyyətində qala bilirik. Mən ümid edirəm ki, gələcəkdə inşallah bunlar da hamısı düzələ bilər və rahat bir şəkildə biz tam sivil qaydada bir xidmət göstərə bilərik. İnşallah. Yaxşı, bax, bu qan azlığından danışdıq. Deyirsiniz ki, qidalanmanın əhəmiyyəti var. Qidalanmada nəyə fikir verməliyik ki, qan azlığı qarşısı alınsın? Çünki bugünkü gündə ya insanlar bəziləri diyeta saxlayırlar, diyet anlamı düzgün saxlaya bilmirik və yaxud qidalanma tərzimiz və bizim o kültürel olaraq da ki, fərqlidirmi ki, biz çox səbzə ilə qidalanmırıq, çox vitamin də nə etməliyik burada? Əslində genetik bir qan azlığı yoxsa, yəni genetik bir patologiyaya bağlı, xəstəliklərimizə bağlı, bir məsələn falasimiyə bağlı, qan xəstəliklərinə bağlı qan azlığımız yoxdursa, yəni biz dərmandan asılı deyilsə, onu demək istəyirəm, bizim digər qan azlıqlarının səbəbində əsasən qidalanma ilə bağlı problemlər durur. Məsələn, veganlar, vegetarianlarda bunu hamımız bilir ki, vitamin B12 əksikliyi ola bilir, folik əksikliyi ola bilir və dəmir əksikliyi olma ehtimalı daha çoxdur. Bu da ola bilir daha doğrusu və digər mikroelementlər əksikliyi ola bilir. Amma biz
Mən bu dəqiqə biz daha doğrusu efirdən danışsaq ki, tutaq ki, siz qan azlığına görə qırmızı əti daha çox qəbul edir. Amma bəzi bir xəstələr üçün deyəcək ki, yox, qırmızı əti biz yediğimiz təqdirdə bizim lipid spektrində kolesterol, trigliserid müalicəsi pozula bilər, o da bizi infarkta apara bilər. Amma mən həmişə bunu pasientlərə vurgulayıram. Sadəcə bir praktik biz öz pasientlərimizlə çox çalışmışıq deyə bizim bir genetikamız var. Genetikamızda biz həmişə yemək yemişik. Biz yemək yemişik və işləmişik. Bunu daha çox vurgulayıram ki, məsələn, bizim mədəniyyətdə yemək yemə daha çoxdur. Ət yemə, qırmızı ət yemə daha çoxdur. Amma biz onu yağı və əti yediyimiz təqdirdə həmişə onu yandırmışıq. Amma yandırmadığımız təqdirdə, o enerjini yandırmadığımız təqdirdə əlbəttə o bizi infarkta da apara bilər, insulta da apara bilər və ya da digər dərəcə metabolizması pozulması, metabolizm xəstəliklərinin pozulmasına apara bilər. Amma biz əgər istənilən bir qidanı yiyiriksə və onu yandırırıqsa, ona görə narahat olmağa dəyməz. Rahat bir şəkildə qidalana bilərik. Yox, əgər biz tutaq ki, yemək yemişiksə, axşam saat 6-da artıq yağlı qızartılmış yemək yemişiksə və edib həmən uzanırıqsa, həmən yatırıqsa, istirahət ediriksə, o zaman məlum məsələdir, o bizi daha ciddi təhlükəyə apara bilər. Bu artıq qan azlığı müalicəsi deyil, bu qan azlığı ilə yanaşı digər bir xəstəliyi, hansı bir xəstəyə hədiyyə etməyimiz şeydir. Ona görə yaxşı olar ki, pasientlər özləri də həkimə diqqətlə qulaq asınlar, həkim verdiyi tövsiyələrə diqqət etsinlər. Əgər bir adam qan azlığına əziyyət çəkirsə, həkim o adama fərqli şəkildə söyləyirsə, sən qırmızı ət yeyə bilərsən və yaxud da ki, bu meyvəni, bu tərəvəzi və yaxud da ki, bu qidanı normal bir şəkildə qəbul edə bilərsən, bu fərqli xüsusiyyətdir və o adam qəbul edə bilər. Amma ürək xəstəlikləri, arterial təzyiqdən əziyyət çəkən xəstələrə isə biz adətən qidanın daha hansı şəkildə qəbul olunması, məsələn, qırmızı ətin nə qədər qəbul olunması, yağlı kiloların nə qədər qəbul olunması, məsələn, şəkər xəstələrinə şəkərin necə qəbul olunması, əgər ehtiyac varsa və yaxud da ki, qəbul olunduqdan sonra hansı saatlarda idmanla məşğul olunması, bunu həm biz qərar verə bilirik xəstələrimizə bir həkim olaraq hamımız qərar verə bilirik, həm də yaxşı olar ki, məsələn, bir diyetologla görüşsünlər və diyetologlar da onlara bu şəkildə düzgün qərar verirsinlər. Amma istənilən halı qərarları həkimdən verir və mən bunu çox vaxt danışanda pasientlərə söyləyirəm ki, bizim genetikamız sağlamdır. Məsələn, biz haş yeyə bilirik, biz məsələn, bozbaş yeyə bilirik, biz daha yağlı yeməklər yeyə bilirik. Amma inanın ki, bizim yediğimiz o haşı, o pitini biz bir kitaya versək, o yiyib bizə patlayacaq. Yəni, ona görə bizim genetikamız bu qədər sağlamdır. Amma bunun sağlam olması da məhz bizim hərəkətimizdən dolayıdır. Biz aktiv insanlar olmuşuq. Ona görə əslində qida ilə bağlı mən çox da nə məhdudiyyət, nə də çox yükləmələrini istəmirəm. Amma eğer bir insan qidalanırsa, mütləqdir ki, o enerjini yandırsın. Yəni, hərəkət eləsin, fizik aktivliyi artırsın. Yox, artırmayacaqsa, əlbəttə, yanında digər bir xəstəliklər də qazanmış ola bilər. Ümumiyyətlə, mənim belə pasientlərə tövsiyə edəcəyim belə bir şey var ki, səhər yeməyini, tutaq ki, 100% qidalanırsın. 100% səhər yeməyini nə istəyirsən yeyə bilərsən. Nahar yeməyini, səhər yeməyinin 50%-ni qədər yiyəcəksən. Nahar yeməyini, səhər yeməyinin 50%-ni qədər yiyəcəksən. Şam yeməyini, nahar yeməyinin 50% qədər yiyəcəksən. Və gün ərzində minimum 2 litr ilıq mayı qəbul edəcəksən. İlıq su içəcəksən. Və bu yaxşı olardı ki, qaynanmış su olmasın, yaxşı olar ki, çiğ su olsun, amma biraz ilıq olması daha məsləhətdir. Məsləhətdə ki, böyle yaşıqsa soyuq su da içə bilər, bu mümkündür. Amma bəzi xəstələrdə bu da rahatlı bir adır deyə, mən ona görə ilıq su məsləhət görürəm. Bir də aktiv, bir də biz mütləqdir ki, gecə yuxusunu 8 saatına alaq. Bu bir mənalı şəkildə belədir. Gecə yuxusunu 8 saat alınmış təqdirdə və gün ərzində bayaq söylədiyim kimi 100%, 50%, 25% qidalanmış təqdirdə, aktiv olduğumuz təqdirdə və gün ərzində minimum 2 litr mayı qəbul etdiyimiz təqdirdə biz sağlam oluruq və immunitetimiz normal çalışır və bu həyatda normal şəkildə yaşayabiliriz. Yaşayırıq. Bir növ texnologiya inkişaf etdikcə biz sevinirik ki, texnologiya inkişaf edir, tozsoran çıxır, paltar yuyan, qab yuyan, nə bilim bu çıxır, bizə robot tozsoranlar var, işimiz yüngülləşir. Amma digər tərəfdən insanların funksiyasını əlindən alır və insanların o funksiyası əllərindən alındıqca, passivləşdikcə də digər problemlər siz dediyiniz kimi ortaya çıxır. Təəssüf ki,
Bəli, bunun hamısını texnologiya eləyir. Hətta yaxşı ki, bizim burada hazırda oturduğumuz stollarda təkər yoxdur. Bəzən təkər olanda da biz işdə oturanda təkərli stollarda oturduğumuz zaman o qədər rahat otururuq ki, bəzən ona öyrəşirik daha çox oturmağa. Amma bizim məsələn hazırda altımızda olan bu stul tutaq ki, belə rahat olmasaydı, biz məsələn bir düşünək ki, danışığımız bir 15-20 dəqiqə düşünmüşdük, amma bence yarım saatlar çoxdur biz artıq danışırıq burada. Burada məsələdə rahat oturmağımızdadır və rahat oturduğumuz zaman bizi rahatlıqla da xəstəliyə apara bilir. Ona görə düşünmək lazımdır və bugün əgər bir insan hətta işdə də belə gün ərzində məsələn pasiyentlər hamımıza müraciət elədiyi təqdirdə birinci sözü bu olur ki, doktor axı mən işləyirəm, mən bütün gün kompüter arxasındayam, mən aktiv ola bilmirəm. Amma bu əsla belə deyil. Yəni biz hamımız bunu görmüşük ki, insanlar xəstələndiyi təqdirdə həkimlərdən yaşaması üçün hər şey istəyirlər. Amma bunu zamanında düşünmək lazımdır. Əgər bir insanın hərəkətsizliyi, işi hərəkətsizlikdən ibarətdirsə, daha çox oturmaqdan ibarətdirsə, bir saatdan bir, heç olmasa saatda bir dəfə, 5 dəqiqə olsa, otağında heç olmasa aktiv hərəkət etməlidir. Heç olmasa otağın pəncərəsini açıb bir hava almalıdır. O zaman mən düşünürəm ki, insanlar ciddi bir problemlə üzləşməyəcəklər. Yox, daim oturan insan və yan müayinəsinin pozulmasına gətirib çıxara bilər, ciğərçinin müayinəsinin pozulmasına gətirib çıxara bilər, üstəkən müəzzəmə ağlarına gətirib çıxara bilər. Omurga ağrıları bugün siz daha çox rastlaşırsınız ki, omurga ağrılarına əziyyət çəkən insanlar daha çoxdur. Onlar hamısı oturmağa var. Artıq çəki problemləri, ikincili problemlər yaradır və çalışırlar ki, bunu kompensasiya eləsinlər diyetalarla. Onun da ikinci bir problemə yol açırlar. Diyetanı da düzgün tutmurlar və lazım olan qidalar da bədənə alınmır. Əslində bəli, biz rastlaşırıq ki, insanlar əsasən cavan xanımlar və yaxud da ki, cavan analar, düzüm kişilərdə də bəzən rastlaşır. Bu çox mənasız diyetalara uyğunlaşmaq istəyirlər. Məsələn, kafelər içmək istəyirlər, müəyyən çaylar içmək istəyirlər ki, aramamaq üçün, amma əslində bunlar çox təhlükəlidir. Ciddi təhlükəlidir. Bunun üçün artıq onlar üçün olunur ki, yəni mənşəyə məlum olmayan bəzi kafelər var, mənşəyə məlum olmayan çaylar var ki, bunlar bəzən insanı arıqlamağa gətirib çıxarır, amma çox mənasızdır. Və əslində bir insan əgər altta yatan ciddi bir problemi yoxdursa, yəni ciddi problemi nə demək istədim, yəni hormonlarla bağlı bir problemi yoxdursa, yəni həqiqətən insanın kökəlməyə aparan xəstəliyi yoxdursa, o insan şəkəri rasyondan çıxartsa, adam şəkəri rasyondan çıxartdığı təqdirdə ayda 5 kilogram azala bilər. Yəni çəkisini azalda bilər. Gün ərzində 3 kilometr sürətlə yeriməyə şərtdir. Amma nazala yeriməyə gerek yoxdur. Kimsə belə rasyondan çıxartsa və nazala yeriyirsə, onda artıq yəni, bu sürətlə yeriş deyil, bu enerjinin yandırılması deyil, arıqlan bilər. Amma şəkər rasyondan çıxırsa və hərəkət artırılırsa, aktiv həyata dönürsə, əlbəttə 5-6 kilogram ay ərzində arıqlamanız sağlam bir həyatdır. Bir də iynələr, arıqlama iynələri çox məşhurdur. İndi hamı iynə. Bəli, çox məşhurdur və adını da bilmirəm, uygulamaq olmaz. Məsələn, vazif iplərdən dərmanlardan istifadə etmək istəyirlər və adam tüşləri biz olur. Yəni gəlirlər doktoruna artıq deyir, mən 5 dəfə azimlik vurmuşam. Yəni baxın, görək məndə filan mübadilə azaldıq mı? Filan yəni özləri edirlər. Özləri təyinat. Olmaz yəni bu çox ciddi, təhlükəli dərmanlardır, təhlükəli iynələrdir. Yəni bunları ola mümkündür, amma həkim təyin etməlidir, həkim qərar verməlidir. Səni ola, amma olmaz. Yəni həkim təyin etdiyi təqdirdə əlbəttə mümkündür hər bir dərmanı istifadə etmək, amma onlar da doğru qərarın nəticəsidir. Amma mən oturduğum yerdə gedib və iynələr ağırlatmaq istəyirəm, amma əsla yan təsirlərini kifayət edər. qədər çoxdur, onu bilə bilmirlər. Qan azlığından danışarkən bir o talasemiya xəstələri və talasemiya daşıyıcılarına da istəyirəm toxunaq, doktor. Çünki talasemiya daşıyıcılarında da məsələn baxırsan qan dəyərlərindəki qan azlığını görürsən, onlarda amma biz yanaşmanı adi qan azlığı olan xəstələrə kimi edə bilərikmi, yoxsa necə?
Əlbəttə ki, talassemiyanı ilk növbədə mütləq təsdiqləmək lazımdır ki, nəyə bağlıdır, növü nədir? Əgər bildiyimiz talassemi daşıyıcısıdırsa, yaxşı olar ki, bu insanlar 6 aydan bir mütləq qan testlərinə baxsınlar və bəzən talassemi daşıyıcıları dəmir azlığına adətən öyrəşirlər. Yəni bunlar öyrəşdiyi təqdirdə əgər şikayətləri yoxdursa, heç bir şikayəti yoxdursa və dəmir və hemoglobin müəyyən miqdarda aşağı deyilsə, onlara heç bir dərman verilir. Yox, əgər müəyyən miqdarda aşağı düşürsə, insan özünü, pasient özünü narahat hiss edirsə, adətən olaraq biz dərmanlarla kömək etməyə çalışırıq. Amma yaxşı olardı ki, əgər insan artıq talassemi daşıyıcısıdırsa və özünü rahat hiss edirsə, heç bir dərmana gərək olmasın. Çünki onlara dərman verdiyimiz təqdirdə onsuz da o dərman onlar üçün artıq olur. Yəni, tutaq ki, dəmirin müəyyən yerlər az görürüksə, hemoglobini müəyyən yerlər az görürüksə, biz onlara dəmir yüklüyüksə, o dəmir artıq atılır, orqanizmdən atılır. Onun üçün artırdır. Çünki orqanizm onu öyrəşmir. Və bunu müddətdir ki, hər bir pasiyent üçün fərdi seçimdir, fərdi müalicə metodudur və yox, əgər özünü rahat hiss edirsə, heç bir əlavə müalicəyə ehtiyac yoxdur. Sadəcə 6 aydan bir mütləqdir ki, müayinədə olsun və dəmir əksikliyinə baxsın, vitamin B12 fondursa əksikliyinə baxsın, hemoglobin dəyərinə baxsın, qan ümumi analizi söylədiyimiz kimi hemograma baxsın ki, əgər narahatlığı varsa, əlamətlər, şikayətləri müqayisədə getdikcə artırsa, əlbəttə ki, hər hansı dərmanla biz ona kömək etməliyik. Yox, şikayətlərin yoxdursa, dərmana gerək yoxdur. Sadəcə qidalanmanı normallaşdırmaqla insan öz normal həyatına davam edə bilər və talassemin daşıyıcıları adətən xəstəyə kəsər salmasınlar. Yəni, mən bunu strategidə izah etdim. Bu insanlar başa düşdülər deyə. Niyə səhv salmasınlar? Yəni, insanlar mən daha ciddi dərəcədən əziyyət çəkə bilərəm, gələcəkdə ciddi problem ola bilər. Sadəcə gələcəkdə övladlarını evləndirdiyi təqdirdə tutaq ki, talassemi daşıyıcısı olan xanım bəy evlənə bilməz və yaxud da ki, bəy xanım evlənə bilməz ki, yoxsa uşaqları da gələcəkdə talassemi kəsrəkdən əziyyət çəkə bilər ki, bu da daha təhlükəli vəziyyət ola bilər. Bu da ki, istənilən halda bizim bu dünyada ruhlanmamızdan başqa onsuz da dövlətimiz nikahdan əvvəl bu müayinələri edir və bu şeyləri, bu xəstəlikdən əziyyət çəkənlər evlənmirlər və ciddi təhlükələrdə üzləşmirlər. Evet, doğrudur. Ona görə hər şeyə profesional yanaşma. Yəni özünüz qan dəyərini gördünüz, bunu burada əksik gördük, bunu çox gördük deyə orada bir yanaşmalardan qaçının və profesional yanaşma hər kəs üçün vacibdir. Sadəcə siz ruhlarınız kimi vaxtında həkimə müraciət olunuz. Şikayət varsa, orqanizm normalda şikayət olmamalıdır. Yəni, normalda götürək, baş gicəllənmə olmamalıdır. Normalda insan halsız olmamalıdır gün ərzində. Yəni, bu şikayət varsa, bilməlidir ki, bir mənalı bir müraciət etsin. Nəyə bağlıdır? Məsələn, o gün iki uşaq anası, təqribən 35 yaşında bir xanımdır. Adam söylüyor ki, mən 6-7 ildir baş gicələnmədən, ürək bulanmadan, baş ağrılarından, səhər oyananda halsızlıqdan əziyyət çəkirəm və adi bir qan dəyəri ilə, məsələn, biz qan azlığının olduğunu müşahidə etdik. Adam söylüyor ki, bəs mən 2 uşağım var deyə heç bir bayrağı olmamışam. Yəni, başım onlara qarşı mən düşündüm ki, bu həm də stresim var, həm də bir narahatlığım var. Bütün gün üşüyürəm, bütün gün halsızam, isti gedirəm, üşüyürəm, şöyle istiyə çıxıram, belə üşüyürəm, havada isti havada gəzirəm, yayda belə üşüyürəm, hormonlar üşüyür. Amma mən bunu düşünürəm ki, stresimlə bağlı, 2 uşaq anasıyam deyə vaxtında yatıbıram, vaxtında istirahat edirəm deyə ona bağlıdır. Amma adi bir qan dəyəri ilə sadəcə adamda dəmir defisitli bir anemiya var idi. Dərin yerlə qoymaqla biz insana kömək edə bildik. Yəni, tək biz deyil, yəni hamımız bunu edə bilərik. Amma mən bunu əyani şəkildə vurgulamaq istəyirəm ki, və 6-7 il bu şeydən əziyyət çəkən insan bir müddət sonra, 2 həftə sonra artıq biz xəstəni təqib üçün çağıranda bizə təşəkkür edir ki, doktor, mən necə yaxşıyam, amma biz olur bir faciə bir şeylər yaratmadık, böyük işlər görmədik. Sadəcə öz missiyamızı, öz lazım olan elementi vaxtında deyil, əslində 6-7 il sonra biz ona kömək etmiş oluruq. Amma təəssüf ki, bu 6-7 ili insan konsentrasiyadan əziyyət çəkən insan, yaddaşdan əziyyət çəkən insan, halsızlıqdan yorğunluqdan əziyyət çəkən insan, yəni adi bir dərmanla insan normal bir həyatına dönmüş oldu və artıq başa düşmüş ki, bu bir stres deyil, bu iş
yorğunluğu değil, iş yükünün artması değil, sadece qan azlığına əziyyət çəkdiyi üçün belə bir rahatlığı var idi və insan həyatına dönmüş oldu. Ona görə o xanım ki, əziyyət çəkməmək üçün vaxtında siz söylədiyiniz kimi Müraciət etmək. Bəli. Doktor, bəhanələrdir ki, ay uşağa baxdım, ay başım buna qarışdı. Bəzən deyirlər, ay imta. Bir mənim anam gözəl sözü var, deyir, evladına baxmaq istəyirsənsə birinci özünə bax. Yəni insan nə qədər sağlam olarsa, arxasındakı ailəsinin arxasında da sağlam durar. Nəinki bir halsız vəziyyətdə, xəstə vəziyyətdə, o vəziyyətdə o nə evladının, nə ailəsinin arxasında o dərəcədə dura bilməz. Ona görə birinci insan canına baxmalıdır ki, arkadakı hansı ki ona deyir gözünü tikib baxır, o irəlilədir, onlar da daha yaxşı irəliləsinlər. Bütün dünya anamız çok güzel buluyor ve insanların yönetiminde çok ciddi bir marifetlendirici bir tesiri. Bütün dünya sağlam genetik için çalışır. Evet. Bütün dünya. Ama biz ise tutar ki yani əslində normal dil almamız, normal və normal bir şəkildə yuxu almamız və əslində özümüzə vaxt ayırmamız, sağlamlığımız üçün vaxt ayırmamız çox ciddi bir şeydir ki, özünüzdən sonraki sağlam bir genetiklə bıraxın. Əgər uşaqlarınızı sevirsinizsə, əlbəttə, uşaqlarınızı sevirsinizsə, mütləqdir ki, özünüzə vaxt ayırın ki, siz sağlam olun ki, sağlam genetiklə olsun. Bəli. Və uşaqlarınızla sağlam genetiklə olduğu təqdirdə sağlam böyüyəcəklər, xəstəliklə əziyyət çəkməyəcəklər və siz də sağlam olacaqsınız, siz də rahat xoşbəxt yaşayacaqsınız. Yox, əgər valideyn nədən əziyyət çəkir, həm də uşağının xəstəliyindən əziyyət çəkir. Yəni, nə qədər işi, gücü, hər şey normal olsa da, uşağı evdə narahatlısa, huzursuz bir vəziyyət yaranır insan üçün, huzur olmur insan üçün, valideyn üçün. Və ona görə yaxşı olar ki, əlbəttə sizin də vurguladığınız kimi sağlam genetikliyə sahib olmamız üçün də yaxşıdır ki, insanlar özünə vaxt versin, sağlamlığına vaxt versin. Bəzən mən bunu adətən daha çox xanımlara misal çəkirəm, daha çox onlara deyəm, xas olan hərəkətlərdir. Düzdür, kişilərdə də bu daha çoxdur ki, bəs özlərində başqa şeyə daha çox vaxt ayrılırlar. Məsələn, kosmetoloji vasitələrə, yaxud da salonlara, yaxud da toya hazırlaşmaq üçün bir gün əvvəl, bir gününü hazırlamaq, bir gününü ayırmaq, amma bunun əslində 3 aydan bir, hər hansı bir xəstəliklə əziyyət çəkən insan 2 aydan bir və yaxud da ki, heç əziyyət çəkmirsən belə 6 aydan bir özünə bir günlük vaxt ayırmaq və öz xəstəliyin barədə, sağlamlığın barədə düşünmək daha yaxşı olardı ki, bu da nədən ibarətdir və həkimə vaxtında müraciət etmək, qan dəyərlərinə baxmaq və ona daha rahat yaşamış olarıq və daha sağlam, xoşbəxt yaşamış olarıq və gələcəkdə sağlam bir genetiklə baxmış olarıq. Doğru, razıyam sizdən doktor. Check-up müayinələri çox vacibdir o baxımdan. Mən elə öncəki efirimizdə də həkim, dermatolog, kosmetologumuzdan danışanda bu mövzuya toxundum ki, çox vaxt insanlar xaricdən nəyisə, xaricdən iynə vurur, xaricdən maskalar eləyir, hansısa prosedurlar eləyir ki, gözəl görsənsin. Amma insan daxildə sağlam olsa, insan daxildən o hər şey yer və yerində olsa, o insanın elə yüzündən görsənəcəkdir, statusuna görsənəcəkdir. Dərisi də parlayacaq, özü də daha xoşbəxt olacaq, daha enerjik olacaq. Ona görə ilk növbədə daxilimizi sağaldaq. Tam doğru. Hem de biraz da güzel düşünmek lazım. Yani rahat düşünmek lazım. Bugün stressiz insan yoktu. Dünyanın her yerinde böyledir. Bu Avrupa'da da böyledir, Amerika'da da böyledir, Azerbaycan'da da böyledir. Ve stressiz bir hayat yoktu. Yani stressiz biz insan yaşadıkça yani stresle yaşıyor ama özümüze yaparmalıyız ki yani biz stresi geride koymalıyız. Stresi ikinci bir yere çekmeliyiz ama güzel düşünmeliyiz ve rahat yaşamak için ben düşünüyorum ki sizin de mübariniz kimi yani içimizin de rahat olması için bence rahat düşünsek, güzel düşünsek daha yaxşı olur. Güzel düşünək, düzgün həyat tərzimiz olsun, sağlam həyat tərzimiz, idmanımız bu həm bizim beynimizi gözəl çalışdırmağa yardımcı olacaq, həm stresi atmağa və həm də ki orqanizm sağlam olmasına. Təşəkkür edirəm doktor, çox sağ olun, çox maarifləndirici oldu. İnşallah
Ümid edirəm hər biriniz üçün də bir çox sualları burada bu mövzuda tapmış oldunuz. Yenə hansı suallarla bağlı, hansı beyninizdə suallar varsa bizə yaza bilərsiniz. Bizə məmnuniyyətlə doktorlarımızla onu müzakirə edərik. Təşəkkür edirəm, sağ olun. Siz sağ olun. Ben teşekkür ederim bir daha. Çok değerli bir çıkarım. Minnettarım sizinle biz bu kişi efendim görüştüğümüz için yeni mevzuda insanlara marifetlendirici şekilde bağlantılar çıktı. Çağırdığınız için. Teşekkür ederim, sağ olun. Necə oldu?